Naxçıvanda regional dost mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdə 15 istiqamət üzrə 164 xidmət göstəriləcək. Gün ərzində orta hesabla 500-600 vətəndaşa xidmət göstərilməsi nəzərdə tutulur. Bu barədə Dost Agentliyinin idarə heyətinin sədri Fərid Məmmədov Naxçıvana təşkil olunan media tur çərçivəsində jurnalistlərə açıqlamasında məlumat verib. Dost Agentliyinin Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı əsasında yaradıldığını xatırladan Fərid Məmmədovun sözlərinə görə, agentliyin fəaliyyəti əsasən pensiya, müavinətlər, təqaüdlər, əmək münasibətləri, məşğulluq məsələləri və digər istiqamətləri əhatə edir. Agentliyin hal-hazırda 7 mərkəzi, 4 qəbul şöbəsi, 2 xidmət məntəqəsi və 1 Smart Dost xidmət məntəqəsi fəaliyyət göstərir. Ümumilikdə agentlik bu ötən dövr ərzində 4 milyon 700 mindən çox əhaliyə, vətəndaşa xidmət göstərir. Eyni zamanda agentliyin nəzdində fəaliyyət göstərən çağrı mərkəzi 142 əhalinin yenə də məlum istiqamətlər üzrə, qeyd elədiyim istiqamətlər üzrə əhaliyə xidmətlər göstərməkdədir. Və bugünə qədər 9 milyondan çox bizim vətəndaş bizim çağrı mərkəzinin xidmətlərindən yararlanıb. Xidmətlərimiz təxmini 11 dəqiqə ərzində göstərilir bizim mərkəzlərdə vətəndaş üçün. Fərid Məmmədov qeyd edib ki, mərkəzin ümumi sahəsi təxminən 3500 kvadrat metrdir. Mərkəzdə 100-dən çox əməkdaş fəaliyyət göstərəcək və 50-yə yaxın könüllü bizim məşhur artıq könüllü dost proqramı çərçivəsində müxtəlif subproqramlar, yəni könüllü subproqramlar istiqamətində vətəndaşlara dəstək olacaqlar, yardım göstərəcəklər. Mərkəz müasir konstruktivlik üslubunda dizayn olunub. Mərkəzin bütün mühəndis sistemləri kifayət qədər müasir və yüksək səviyyədə layihələndirilib və mərkəz daxilində eyni zamanda bizim tibbi sosial ekspertiza komissiyamız və eyni zamanda bizim deməli Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin otağı da fəaliyyət göstərir. Biz Dost Agentliyi olaraq qeydiyyat prinsipi olmadan vətəndaşlarımıza xidmət göstəririk. Qeyd edək ki, avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dost Agentliyinin Naxçıvan Regional Dost Mərkəzinin açılışında iştirak ediblər. Azərbaycanın 1-ci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış dost mərkəzləri sosial xidmətlərin göstərilməsində keyfiyyətcə yeni mərhələnin formalaşmasına səbəb olub. Bu mərkəzlərdə indiyədək vətəndaşlara 164 növ xidmət, ümumilikdə isə 4,6 milyon sosial xidmət göstərilib. Xidmətlərdən məmnunluq səviyyəsi isə təxminən 99% olub. Hazırda Dost şəbəkəsinin ölkə üzrə genişləndirilməsi istiqamətində işlər davam etdirilir. 2026-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində Dost qəbul şöbələrinin yaradılması, 2030-cu ildə isə ölkə üzrə 18 Dost mərkəzinin, o cümlədən 60 şöbə və məntəqədən ibarət geniş xidmət şəbəkəsinin formalaşdırılması nəzərdə tutulur. Vəsilə Mütəllimzadə, Əli Xudiyev, APA TV.